Salam uşaqlar. Deməli bugün də izah eləyəcəyim dərs sizə buğmayaqlar tipinin növbəti bir sinfi olan həşəratlar sinfi olacaqdır. Deməli, ümumiyyətcə həşəratlar özləri ən çox növ sayına malik olan sinifdən biridir. Yəni buğmayaqlar arasında 1 milyondan çox növü vardır. Yəni ümumiyyətcə buğmayaqlar tipinin 1,5 milyondan çox növ varsa, onların 1 milyonunu da həmin bu həşəratlar tutur. Gəlin burada yuxarıda yazılan hissəyə baxaq. Deyir ki, ağ rəngli kələm kəpənəkləri, lövhə şəkilli bığcığı olan may böcəyi, insanın yaşayış yerlərində uçuşan ev milçəkləri, bunların hamısı həşəratlara aid edilir. Yəni biz burada ümumi olaraq hansı qənaətə gəldik? Ağ rəngli, deməli kələm kəpənəklərinin rəngi ağ, may böcəyinin bığcığı lövhə şəklində imiş və insanın yaşayış yerlərində, yəni insanlarla bir yerdə yaşayanda ev milçəkləridir ki, bu məlumatları da yuxarı hissədən almış olduq. Ona görə də mütləq oxumaq lazımdır. Dediyimiz kimi, növ sayına görə ən çox olan buğmayaqlar oldu. Onlar hər yerdə, bağda, tarlalarda, meşə, bostanlarda, hətta insan və heyvanların bədənində də rast gəlinir onlara. 1 milyona yaxın növləri vardır. Gəlin burada diqqətlə baxaq. Deməli, həşəratlarda ümumiyyətcə müxtəlif formada ağız aparatları vardır. Bədənləri 3 sərbəst hissədən ibarətdir. Baş, döş və qarıncıq. Yəni belə baş, döş və qarıncıq demirik. Baş, döş və qarıncıq hissələrdən ibarətdir. Və həşəratda 2 cür ağız tipi vardır. Bir gəmirici ağız tipi vardır, bir də sovrucu ağız tipi vardır. Yəni ən əsas olanları bunlardır. Sovrucu ağız tipi, gəmirici ağız tipi. Burada da həşəratın gəmirici ağız aparatının quruluşu göstərilibdir bizdə. Bir dəqiqə. Aha. Gəmirici ağız aparatının quruluşu göstərilibdir. Bir də sizə onu deyim ki, digərləri isə bunların şəkil dəyişməsidir. Məsəl üçün, gəmirici yalayıcı var, deşib sovurucu var, sancıb sovurucu var. Əsli gəmirici və sovurucu da 2 dənə əsl olanlar bunlardır. Digərləri dediklərim, sadaladıqlarım isə onların şəkil dəyişmələridir. İndi burada gəmirici ağız aparatının quruluşu veribdir. Diqqətlə baxırsınız. Şəkilə mütləq baxın. Nə hara yapışıbdır, hansı tərəfdə yerləşir. Məsələn, üst dodaq. Üst dodaqdan ibarətdir gəmirici ağız aparatı. Sonra burada alt dodaq göstərilibdir. Bu hissə alt dodaq. Qolcuqlar təsvir edilibdir. Baxın, bu da qolcuqdur, bu da qolcuqdur. Testdə sizdən soruşa bilər ki, gəmirici ağız aparatında qolcuqlar hara birləşibdir? Bura fikir versəz, bax bu qolcuqlar var ha, bu qolcuqlar. Bir alt dodağa birləşir. Bax bu alt dodaqdır, buna gördüyünüz qolcuqlar birləşib də elə deyil. Bir dəqiqə buranı silək ki, daha açıq şəkildə görünsün. Bir də qolcuqlar hara birləşibdir? Alt çənələrə birləşibdir. Bax, bu alt çənədir, bu alt çənədir. Bura nə birləşibdir? Qolcuq birləşibdir. Deməli, alt dodaqlara və alt çənələrə qolcuqlar birləşdirmişdir. Həşəratlarda ətrafların quruluşu. Ətrafın quruluşuna nəzər yetirsək, həşəratlarda tullandırıcı, yüyürücü, üzücü və qazıcı olaraq müxtəlif formalarda ətrafların quruluşunu görürük. Fikir verin, tullandırıcı ayaqda, bax bu şəkildə, əsasən, bud hissə, baxın, sarı rəng daha çoxdur və baldır hissə, yaşıl rəng daha çoxdur. Bu hissələr daha yaxşı inkişaf eləmişdir. Ümumilikdə belə deyək ki, həşəratlarda ətraflar 5 buğumdan ibarətdir. Həşəratlarda ətraflar 5 buğumdan ibarətdir. Hansı buğumlardır? Çanaq, burma, bud, baldır, pəncə. Zaten rənglərlə də göstərilibdir. Çanaq, burma, bud, baldır və pəncə hissələrindən ibarətdir. 5 dənə buğumdan ibarətdir. Tullandırıcı ayaqda dediyim kimi, bax sarı rənglə yaşıl rəng daha çoxdur. Yəni bud və baldır hissələri daha çox rəngli göstərilib. Deməli, o hissələr daha yaxşı inkişaf eləmişdir. Elə həmçinin, məsəl üçün, amma qazıcı ayaq aparatında isə fikir versəz, çanaq hissə daha yaxşı inkişaf eləmişdir. Çanaq hissə daha yaxşı, digər hissələr isə nisbətən daha zəif inkişaf eləmişdir. Burada mütləq diqqət yetirin. Aha, bir dəqiqə bunları silək. Aha. Gəlin bədən quruluşuna nəzər yetirək. Bədən xaricdən xitin örtüklə örtülmüşdür. Həşəratların bədəni baş, döş və qarıncıqdan ibarətdir. Başda mürəkkəb gözlər yerləşir, bir cüt bığcıq və ağız orqanları olur. Həşəratların hamısında mürəkkəb göz var, amma sadə gözü olan həşərat da var. Məsəl üçün arının 5 dənə gözü var, 3'ü sadə, ikisi isə mürəkkəbdir.
Bəzi həşəratlarda baxın, arılarda mürəkkəb gözlərlə yanaşı sadə gözlər də var, 3 dənə. Həşəratlar müxtəlif formalı bığcıqların köməyi ilə qoxuları müəyyən edir. Müxtəlif formalı, məsəl üçün may böcəyinin bığcığı, bayaq da sizə nəzərinizə çatdırdım ki, may böcəyinin bığcığı lövhə şəklindədir. Qidaya uyğunlaşma ilə əlaqədar onlarda gəmirici və soyurucu ağız tipləri meydana gəlmişdir. Digər sadaladığım ağız tipləri də onlardan törəmişdir, onların törəmələridir. Həşəratların bədəninin, bəs döş hissəsində nələr yerləşir? Yəni, baş hissəsini bildik ki, mürəkkəb gözləri var, bir cüt bığcığı var və ağız orqanları var. Bəs döş hissəsində 3 cüt ətraf vardır. Döş hissəsində nə vardır? 3 cüt ətraf vardır. 3 cüt ətraf. Dəqiqə bu yazsın. Aha. Deməli, 3 cüt ətrafı vardır. Bir çox həşəratlarda isə həm də 2 cüt qanadı vardır. 2 qanadlarda isə 1 cüt olur. Yəni, 4 qanadda olanlar var. 2 qanadlı, yəni ümumilikdə əksər həşəratlarda da bir çoxunda 4 dənə qanad var. Amma 2 qanadlarda da, 2 qanadda olanlara da rast gəlinir. Gəlin, burada elə həşəratın öz üzərində mən sizə müəyyən izahlar verim. Aha. Deməli, burada biz nəyə fikir verməliyik? İlk öncə ona baxaq. Biz dedik ki, həşəratın bədəni baş, döş və qarıncıq hissələrdən ibarətdir. Baş hissəsində lövhə şəkili söhbət may böcəyindən gedir. Baş hissəsində lövhə şəkili bığcıqların olduğunu, mürəkkəb gözlərinin olduğunu və ağız aparatının olduğunu gördük. Aydındırmı? Döş hissəsində nə yerləşir? Döş hissəsində 3 cüt ətraf yerləşir. 3 cüt ətraf yerləşir. Yəni 6 dənə ayaq yerləşir. Birinci döş buğumunda və hər döş buğumunda ümumiyyətcə bütün həşəratlarda 3 dənə döş buğumu var. Hər buğumda da bir cüt ətraf yerləşir. Yəni bir cüt ayaq yerləşir. Bax, bu birinci döş buğumu, ikinci döş buğumu və üçüncü döş buğumu. Yəni bu qarım deyil ha, üçüncü döş buğumudur. Gördüyümüz kimi bir cüt, yəni bu tərəfdə ayaq göstərilməyib. Çünki bir tərəfi alt hissədən, bir tərəfi də üst hissədən göstərildiyinə görə belə formada verilibdir. Deməli, bir də təkrar edirəm. May böcəyinin birinci döş buğumuna bir cüt ətraf, ikinci döş buğumuna da bir cüt ətraf, üçüncü döş buğumuna da bir cüt ətraf, ümumi 3 cüt ətraf, yəni 6 dənə ayaq birləşir. Siz burada nəyi yada saxlamalısınız? May böcəyinin birinci döş buğumuna ətraf dedikdə ayaq nəzərdə tutulur. Hərəkət orqanları dedikdə ayaq və qanad nəzərdə tutulur. Ətraf dedikdə yalnız ayaq, hərəkət orqanları dedikdə ayaq və qanad nəzərdə tutulur. Qanada gəldikdə isə həmin may böcəyinin birinci döş buğumunun qanadı yoxdur. Yalnız ayaq vardır bir cüt. Bir də təkrar edirəm. Hərəkət orqanlarından may böcəyinin birinci döş buğumunda yalnız bir cüt ayaq vardır. Qanadı yoxdur. İkinci döş buğumunda yenə bir cüt ayaq vardır və bir cüt də qanad vardır. Ön qanad, bax bu ikinci döş buğumuna aiddir. Ön qanad, yəni qanad üstlüyü. Üçüncü döş buğumunda yenə də bir cüt ayaq vardır və bir cüt arxa qanadları, pərdə şəklində olan arxa qanadları mövcuddur. Təkcə birinci döş buğumunda qanad yoxdur. Bunu da bu şəkildə yadınızda saxlayın. Bir də biz dedik ki, 3 dənə buğumdan ibarət oldu döş hissə. Bütün həşəratlarda döş hissə sabit bir ədəd olaraq 3 buğumdan ibarətdir. Amma qarıncıq hissədə isə fərqli olur. Kitabda da yazılıb ki, 5-11 buğumdan ibarət olur. May böcəyinin qarıncığı 5-11 buğumdan ibarət olur. Minimum 5, maksimum 11 buğumdan. May böcəyində isə 8 dənə buğum vardır qarıncıq hissəsində. Və bunlarda bütün buğumları dedikdə döş hissəsində və qarıncıq hissəsində olan əksər buğumlarda, niyə əksər deyirəm, onu da başa salacağım. Döş hissəsində və qarıncıq hissəsində olan buğumların kənarlarında bir cüt stigmalar, nəfəsgahlar yerləşir. Niyə əksər dedim? Çünki birinci döş buğumunda və axırıncı qarıncıq buğumunda nəfəsgahlar yoxdur. Yerdə qalan bütün buğumlarda may böcəyində nəfəsgahlar mövcuddur. Bunu da bu şəkildə mütləq yadınızda saxlayın. Davam eləyək.
Aha, bəzi həşəratlarda, məsələn, bitlərlə birələrdə parazit həyat tərzi ilə əlaqədar qanadlar olmur. Həşəratlarda, qarıncıqda dediyimiz kimi minimum 5, maksimum 11 buğum olur. Buna görə də məsələlər həll eləyəcəksiniz. Ona görə də mütləq diqqətli olun. Onların üst kənarlarında nəfəsliklər adlandırılan tənəffüs dəlikləri yerləşdi ki, birinci döş və axırıncı qarıncıq buğumunda olunur. Həzm sistemi və qidalanmasına gəldikdə, gəmirici ağız aparatına malik həşəratlarda əzələli mədəyə düşmüş qida burada xitin dişçiklərin köməyi ilə üyüdülür. Sonra bağırsağa keçir və həzm edilərək bədənə sovrulur. Bunlarda bağırsaq hörümçəklərə nisbətən daha qısa olur. Bunun səbəbi isə bunlarda zaten mədədə xitin dişçiklər olduğuna görə, qidanı xırdaladığına görə, daha tez həzm oluna bildiyinə görə bağırsağın da uzun olmasına ehtiyac yoxdur. Bağırsağın uzun olması maye qida ilə qidalananlara aid idi, hansı ki, məsəl üçün hörümçəklər. Maye qida ilə qidalanan sorucu ağzı olan həşəratların çinadanı olur və mədəsində xitin dişçiklər olmur. Buna görə də onların bağırsağı uzun olur. Tənəffüs sisteminə gəldikdə, bədəndə şaxələnən traxeya sistemindən ibarətdir. Yəni bu traxeyalar demək olar ki, hər tərəfə şaxələnir. Və yadınızda saxlayın, traxeyanın içərisi maye ilə doludur. Oksigen həmin traxeyanın içərisindəki maye ilə qarışır və digər hüceyrələrə traxeyalardan birbaşa, bilavasitə hüceyrələrə oksigen çatdırılır. Testdə sizə düşə bilər. Traxeyalardan birbaşa, bilavasitə promoy hüceyrələrə çatdırılır. Qarıncıq əzələlərinin fəaliyyəti nəticəsində hava nəfəslikdən, tənəffüs dəliyindən traxeyalara daxil olur və ya bədəndən çıxarılır. Qan damar sisteminə gəldikdə, qarıncığın bel hissəsində, dorzal hissədə boru şəkilli çox kameralı ürək yerləşir. Həşəratlarda qan yalnız qida maddələri daşıyır. Həşəratların ürəyindən yalnız bircə dənə arteriya damarı çıxır və parçalama məhsulları bədəndən çıxarılır, lakin qazlar mübadiləsində iştirak eləmir. Çox önəmli bir cümlədir. Deməli, həşəratlarda qan yalnız qida maddələri daşıyır, qazlar mübadiləsində iştirak eləmir. Yəni yalnız qida maddələrinin daşınmasında iştirak edir. İfrazat sisteminə gəldikdə, ifrazat sistemində Malpighi borularından ibarətdir. Həmçinin də pi cisimcikləri də ifrazatda iştirak edir. Həşəratların ifrazat sistemi, deməli, bunlarda belə deyək də bağırsaqla əlaqəlidir. Niyə? Çünki Malpighi borularının axarları birbaşa çölə açılmır. Malpighisi, kloakası olanlarda axarlar birbaşa çölə açılmır. Onlar hər hansı bir şey vasitəsilə özlərində yığılan lazımsız maddələri kənarlaşdırır. Məsələn, Malpighi boruları bağırsaqla əlaqəlidir. Malpighi borularında yığılan zərərli maddələr bağırsağa tökülür, bağırsaq vasitəsilə xaricə açılır. Malpighi özü birbaşa xaricə aça bilmir onu. Sinir sisteminə gəldikdə, sinir sistemi digər buğma ayaqlarda olduğu kimi formadaydı, sinir düyünlərindən ibarət idi və qarın sinir zəncirində isə fikir verin, burada 3 dənə, bir dəqiqə, bu 3 dənəsini görürsünüz ha. Bu 3 dənə sinir düyünü may böcəyində daha yaxşı inkişaf eləmişdir. 3 ədəd, bunu da yadınızda saxlayın, döş düyünü. Hiss orqanlarına gəldikdə, görmədə bir cüt fasetli mürəkkəb göz iştirak edir, qoxu bilmədə bir cüt bığcıq, lamisədə isə ağız çıxıntıları. Böcəklərdə həmçinin bu ağız çıxıntıları dad bilmədə iştirak edir. Bəzi həşəratlar, məsələn, milçəklə kəpənəklərin ön ayaqları dad bilmə, çəyirtkə və şalalarda isə eşitmə və səs çıxarma orqanları var. Testdə düşür. Cümləyə diqqətlə baxın. Və burada mütləq şəkillərə baxın, ürəyin quruluşuna baxın, orada dəliklərə baxın. Baxın, ürəkdən bir ədəd yuxarıda arteriya yazıb, bir ədəd arteriya damarının çıxdığını görürük biz burada və qapaqçıqları görürük, 2 ədəd dəliyin olduğunu görürük, hər kamerada 2 ədəd dəliyin olduğunu görürük, şəkildə göstərilib, halbuki bunu test olaraq, daha doğrusu mətn şəklində yazmayıb. Ona görə də mütləq diqqət yetirməlisiniz. Malpighi borularına fikir verin. Malpighi boruları bağırsağın ətrafına dolaşıb, ona görə də axarları bağırsağa açılır, bağırsaq vasitəsilə kənarlaşdırılır. Çoxalması və inkişafına gəldikdə, həşəratlar ayrı cinsiyyətlidir. Çoxalma orqanları qarıncıqda yerləşir. Kəpənək, böcək, arılar inkişafında yumurta, sürfə, pup, yetkin fərd mərhələlərini keçirir. Bu cür başa çatan inkişaf tam çevrilmə formasıdır. Tarakan, çəyirtkə, taxta biti və bitlər isə pup mərhələsi keçirmədən yetkin həşərata çevrilir. Yumurtadan çıxan sürfə xarici görünüş və qidalanmasına görə yetkin fərdə oxşuyur.
Yumurta, sürfə, yetkin fərd mərhələləri keçirən həşəratlarda inkişaf prosesi qeyri-tam çevrilmə adlanır. Deməli, pup mərhələsi olanlar tam çevrilmə, pup mərhələsi olmayanlar natamam, qeyri-tam çevrilmə adlanır. Fikir verin. Deməli, qeyri-tam çevrilmə yazıb. Çünki yumurta, sürfə və sürfədən birbaşa yetkin fərd yaranır. Pupu yoxdursa, deməli qeyri-tamdır. Tam çevrilmə isə yumurta yaranır, sonra sürfə yaranır, sonra pup yaranırsa, artıq pup varsa tam şəkildə çevrilir. Yəni, tam şəkildə bütün mərhələlərdən keçir. Bu şəkildə yadınızda saxlayın. Tapşırıqlara da mütləq baxın. İstəyirəm ki, tapşırıqları siz özünüz işləyəsiniz və başa düşmədiyiniz bir şey olsa da siz onu rəylərdə, şərhlərdə yazasınız. Yəni, xahiş edirəm, burada diqqət yetirin. Həşəratların müxtəlifliyinə və təbiətdə roluna gəldikdə. Bir də onu qeyd edeyim ki, zaten burada deyəcəyim həşəratların dəstələri. Həşəratların dəstələrindən belə də deyim, yadınıza saxlayın. Düz qanatlarda pup mərhələsi olmur. Digərlərində var. Yəni düz qanatlarda natamam çevrilmə ilə gedir. Digər dəstələrdə isə tam çevrilmədir. Deməli, məsəl üçün, quruluşuna görə həşəratlar bir çox dəstələrə ayrılır. Həm faydalı var, həm də zərərvericilər var onların içərisində. Düzqanadlılar dəstəsi. Birinci, burada həşəratlar sinifinin təsnifatında soruşa bilər, yəni testə düşə bilər ki, ən çox növ sayına malik olan hansı dəstədir? Yəni, burada siz diqqətli olmalısınız. Burada görürük ki, ən çox növ sayına malik olan sərtqanadlılar və ya böcəklər dəstəsidir ki, 300 min növü vardır. Ən az olanlar isə, deməli, burada fikir versək, hansı dəstədir? 20 min növ, 100 min. Deməli, 20 min növ olan düz qanadlılar dəstəsidir. Ən çox növ sayına malik olan sərt qanadlılar və ya böcəklər dəstəsi, ən az növ sayına malik olan düz qanadlılar dəstəsi oldu və düz qanadlılarda qeyd etdiyim kimi pup mərhələsi olmur. Bəs düz qanadlardan nələr aiddir? Çərtkə, şala, sisək və dana dişilərdir. Çərtkələr iri qruplara yığılır, əkinlərə kütləvi ziyan vurur, bəzən tam məhv edirlər. Sərtqanadlılar və ya böcəklər dəstəsinin nümayəndəsindən may böcəyi, ağacların yarpağı, sürfələri isə çürüntü və bitki kökləri ilə qidalanır. Kolorado böcəyinin yetkin formaları və sürfələri kartofun yarpaqları ilə qidalanaraq bitkinin məhvinə səbəb olur. Parabüzənlərin yetkin fərdi və sürfələri bitki parazitləri olan mənənələrlə qidalanaraq onları məhv edir. Bu səbəbdən mənənələrə qarşı mübarizədə bəzən parabüzənlərdən istifadə olunur. Belə mübarizə üsulu bioloji mübarizə adlanır. Bəzən uşaqlar qarışdırırlar bioloji mübarizə və sanitar mübarizəni. Yəni, bunu qarışdırmayın. Bioloji mübarizə odur ki, hər hansı bir canlını, məsəl üçün, parazit olanları məhv eləmək üçün istifadə edirsən. Məsəl üçün, parabüzəndən dediyimiz kimi həm yetkin fərdi, həm də sürfələri bitki paraziti olan mənənələrlə qidalanır. Parazit mənənələri məhv edir. Bioloji, yəni bioloji canlıdır da, elə deyil, bioloji. Canlılara qarşı mübarizədə sən onu istifadə edirsənsə, bioloji mübarizədir. Amma sanitar mübarizə isə, sanitar forma isə, indi onunla da tanış olacağıq. Məsələn, məzar böcəyi ölmüş heyvanların cəsədləri ilə, peyin böcəyi isə peyinlə qidalanmaqla sanitar rolunu oynayır. Sən deyə bilməzsən ki, bunlar bioloji mübarizədə istifadə olunur. Xeyr, heç bir canlını yemədi ki, sadəcə məzar böcəyi zaten ölmüş heyvanın cəsədi ilə qidalandı. Peyin böcəyi də cansız bir şey, peyinlə qidalanmaqla sanitar rolunu oynadı. Pulcuq qanadlara aid olan kəpənəklərin bir çoxu çiçəkləri tozlandırmaqda böyük bir fayda verir. Lakin onların əksər növlərinin sürfələri tırtıllar zərərvericidir. Deməli, kəpənəyin yetkin fərdi xeyirlidir, amma sürfəsi zərərlidir. Kələm kəpənəyinin gəmirici ağza malik tırtılı bitkilərin yarpaqları ilə qidalanaraq onları məhv edir. Güvələrin sürfələri isə yum məhsullarını körlüyür. Arı, qarışqa, minicilər, pərdə qanadlar və ya zar qanadlar dəstəsinə aiddir. Bu dəstənin nümayəndələrinin əksəriyyəti ictimai həyat tərzi keçirir. Yəni, demək olar, insanlarla bir arada yaşayırlar. Qədim dövrlərdən insanlar təsərrüfat məqsədi ilə bar arısından istifadə edir, pətəklərdə saxlayır. Pətəkdə hər arı ailəsinə bir ana, yüzlərlə erkək, 10 minlərlə işçi arı olur və insanı sancan arılar işçi arılardır. Erkək arılar ana arını mayalandırır, ana arı qarıncığın sonunda olan yumurta qoyanla yumurtalar qoyur, işçi arılar da dişi arılardır, lakin onlarda cinsiyyət vəzləri inkişaf etmədiyindən çoxalma qabiliyyətini itirən arılardır. İşçi arılar ana arıya və sürfələrinə qulluq edirlər, nektar və tozcuq toplayırlar, yumurta qoyan orqanı isə neşterə çevrilmişdir.
Minicilərin sürfələri isə digər həşəratların sürfələrinin bədənində parazitlik edir. Bu səbəbdən onlardan kənd təsərrüfatı zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə olunur. Aha, deməli bir dənə də bioloji mübarizədə istifadə edilən minicilərin sürfələridir. Digər həşəratların sürfələrinin bədənində parazitlik edir. Yəni digər məsəl üçün zərərverici həşəratların sürfələrinin bədənində parazitlik edir və bioloji mübarizədə istifadə edilir. İki qanadlar dəstəsini də yadınızda saxlayın ki, sizə məsələ düşəndə ətraflar haqqında iki qanadları biləsiniz ki, bütün hamısını məsələdə 4 qanadlı götürməyəsiniz. Yəni əksər canlılarda 4 qanad var. Amma iki qanadlarda 2 qanad var. O iki qanadlar da hansılardır? Milçəkdir, göyündür, mozolandır, ağcaqanaddır. 2 dənə qanadı var. Və bunlar necə qidalanırlar? Bitki şirəsi bəzi nümayəndələrində insan və heyvanların qan təşkil edir. Bunlarda ön qanadları yaxşı inkişaf etmiş pərdə şəkillidir. Arxa qanadları isə qalıq halında qalaraq müvazinətdə iştirak edən vızıltı orqanına çevrilmişdir. Diqqət yetirin. Ön qanadları yaxşı inkişaf etmiş pərdə şəklində, arxa qanadları qalıq halında qalmış, deməli milçəkdir, göyündür, mozolan, ağcaqanaddır, arxa qanadları qalıq halında qalmış, müvazinətdə iştirak edən vızıltı orqanına çevrilmişdir. Su hövzələrinin çirklənməsi, meşələrin qırılması səbəbindən həşəratların sayı getdikcə azalır, lakin təbiətdə böyük rol oynadıqlarına görə onları qorumaq və mühafizə etmək lazımdır. Belə uşaqlar, mütləq burada tapşırıqlara da baxarsınız. Gələn dərsdə inşallah xordalar tipini sizə izah edəcəm. Sağ olun.